Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Təcili Əlyanlıda, Abşeron rayonu Masazır qəsəbəsində 2 mərtəbəli 5 otaqlı ev, paket qupçalı, evin də torpağında qupçası var, şəxsi tikili, 2 ailə üçün nəzərdə tutulmuş. Bax, belə bir gözəl panoramalı evimiz 75 min manata satışa çıxarıldı. 2-ci mərtəbənin pilləkəni bu hissədəndir. 1-ci mərtəbə təmirlidir, 2-ci mərtəbə təmirsizdir izləyicilər. Həyəti də genişdir, elə 2 sota yaxın torpaq sahəsində, ev də 200 kvadratdır. Abşeron rayonu Masazır qəsəbəsində 569 saylı marşrutun yolunda yerləşir. Bax, belə bir gözəl panoramalı hündür yerdə yerləşir izləyicilər. Hündür ərazidir, yəni buralarda su qalan bir ərazi deyil. Həyətini də görürsünüz. Evin təcili Əlyanlıda çıxdığı üçün bu qiymətə satılır. Aşağıda 1-ci mərtəbə təmirlidir. 2 otaq mətbəxdir, hamamdır. 2-ci mərtəbədə 3 yataq otağıdır. Və giriş hissəsi buradır. Həyətinə maşın girmir. Giriş hissəsi buradır. Marşruta yola da çox belə deyək, 200 metr məsafədə yerləşir marşruta. 6 nömrəli məktəbə, bağçalı evlərə, qum bazarına yaxın bir ərazidə yerləşir. Kürsünü də görürsünüz, ən azı bir 13 daş hündürlükdədir. Deməli, 2-ci mərtəbəni göstərim, təmirsiz vəziyyətdədir. Sonra düşün 1-ci mərtəbəni, təmirli vəziyyətdə olan evi 1-ci mərtəbəni göstərəyim. Çox gözəl, təmiz, havalı yerdir. Buralarda su qalan bir yer deyil. Yola asfaltlı, təcili çıxıb, təcili. Bu qiymətə 2 mərtəbə ev yoxdur, bilən də bilir. Bax, belə bir hündür ərazidir. Yəni 2-ci mərtəbədə burada qəşəng bir teraslı bir yerdir. Burada otursan, elə gözəl bütün şəhər görsənir. Buradan hətta belə deyək, dəniz də görsənir. Bizim səhv eləmirəmsə Xəzər dənizidir. Xəzər dənizi də görsənir. Bura 2-ci mərtəbədir. Bu vəziyyətdədir əzizləyicilər. 2-ci mərtəbənin hamam otağıdır. Giriş hissəsi. Deməli, 1-ci yataq otağı. Burada 2-ci yataq otağıdır. Deməli, evin bu hissəsinin üstünün damı vurulmayıb. Bax, burada elə mən saydım, burada elə 3 otaq buradadır. Yuxarıda 2-ci mərtəbə 4 otağıymış. 4 otaqdır bura. 2-ci mərtəbədə 4 otaq var. Bu hissəsi monolit tökülüb. Ev tam bunun altında, yəni monolit tökülübdür. 1-ci, 2-ci, hər mərtəbədə arxası zirzəmisi də əvvəl yaşayış olub. 3 mərtəbəli evdir. Hər mərtəbəsi monolitdir, gördüyünüz kimi. Sadəcə bu hissəsi örtülməlidir. Əzizləyicilər, 2-ci mərtəbədə 4 otaq, bir hamamdır. Mən bir otağı az demişəm. 1-ci mərtəbəni də göstərək. Burada deməli 1-ci mərtəbənin terasıdır. Təmirli olan ev buradır. Bax, burada da gözəl, bax belə mənzərəli bir yerdir. İstirahət etməyə bura çox gözəl bir yerdir. Mənzərəsini görürsünüz buranın. Ətraf yaşayışdır. Marşruta 569 saylı marşruta 200 metr məsafədə yerləşir. Bildim. Hə, bu bir də deməli solda bax belə bir qonaq otağımız var. Deməli belə bir qonaq otağımız var. İnşallah. Mətbəx hissəsi buradır. İşıqlar yandırım. Deməli, bu hissə hamam otağıdır. 1-ci mərtəbə təmirlidir. 2-ci mərtəbə təmirsizdir. Hesablayanda 6 otaqdır. Hesablayanda 6 otaqdır. Bu hissə yataq otağıdır. Bu tam təmirlidir. Yataq otağıdır. Tam təmirli. Burada deməli mətbəx hissəsidir.
Biraz sement işindən çıxıb bu hissədə kafellər vurulubdur. Emusiya lazımdır. Bura mətbəx hissəsidir. Deməli, qiymət 75.000 manatdan satışa çıxarılır. Burada da deməli, bu da otaqlar 6 otaqdır. Bir otaq da buradadır. Aşağıda elə 3 otaqdır birinci mərtəbədə. Yuxarıda da 4 otaqdır. Hesablayanda 7 otaqlı ev düşür. Yuxarıda əgər mətbəx eləsəz 6 otaqlı ev olacaq. Satışda başqa evlərimiz də var. Nəqd və kreditlə təmirli və təmirsiz satılan maşınlarına müraciət edə bilərsiniz. Təcili çıxıbdır. 6-7 otaqlı evdir. 75.000 manata paket kupçalı. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.